Bakıda fərdi yaşayış evindən kişi və həyat yoldaşının meyitləri tapılıb. Hadisə iyulun 8-də saat 3 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O daha sonra özünü də öldürüb. Evə baxış keçirilərkən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırovun meyiti yaşadığı Yeni Ramana qəsəbəsindəki evin zirzəmisində, arvadı 1985-ci il təvəllüdlü Nübar Kərim qızının meyiti isə otaqda tapılıb. Qadının boyun nahiyəsində bıçaq xəsarətləri aşkar edilib. Məlumata görə o arvadını qətlə yetirdikdən sonra zirzəmiyə enərək həyatına son qoyub. Qonşuların sözlərinə görə Coşqun Bağırov bir ay əvvəl həbsdən çıxıbmış. Hadisə baş verəndən bir gün qabaq Coşqun iki övladının qohumlarından birinin evinə göndərib. Hadisə vaxtı evdə Coşqun və Nübar ikisi olublar. Qətl hadisəsi də həmin vaxt baş verib. O da məlum olub ki, Coşqun həbsdən çıxdıqdan sonra Nübar onunla barışmaq istəməsə də anası onları yenidən bir araya gətirib. Bundan sonra ana Rusiyaya köçüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.